Əyləş çayını iç. Qapını açmayacağım. Birden açar ha. İnanmıram. Qırmağı... Deyəsən açır. Sən bir yerdə gizlənsən daha yaxşı olar. Nə desən ondan gözləmək olar. Harda? Bura gəl. Otur burada çayını iç. Ancaq səs eləmə. Onsuz da başa düşecek ki burada adam var. Cəhənnəmə ki, tək ki qapını aça bilməsin. Öyle gelir ki evdedir. Dedim daha sana. Bravo, kapını niye açmırsan? Bəs sən niyə xəbərsiz filansız evə soxulursan? Sən burada qalanda mən bura gəlmirdim ki. Oh, necə yəni xəbərsiz filansız? Öz evimdə haçan istəyərəm o vaxta gələrəm. Əyləşdi hələ. Axı şərt kəsmişdim. Nə şərt? Söz vermişdin ki, evi dəyişənə qədər mən burada tək qalacağım. Bəlkə heç 10 il dəyişə bilmədik. Hər halda məncə biraz gözləyə bilərsən. Gözləməyə halım yoxdur. Bilirsiniz, axı biz ailə qurmalıyıq. Amma hələlik biz öz ailə məsələlərimizi həll eləyənədək siz danışmasaz daha yaxşı olar. Sizin ki ailəniz yoxdur. O düzdür. Yəni bu tamaşasız heç cür keçinmək olmazdı. Deyəydin fikrini dəyişmişsən, açarı qaytaraydım. Yaxşı, bəsdir. Biz elə belə gəlmişik, açar zat lazım deyil. Axı mən burada tək olmaya da bilərdim. Bəli, bəli, tək olmaya da bilərdim. Biz Ramizlə evlənmək istəyirik. Ev məsələsini ona görə tezliklə həll eləməliyik. Yaşam qız. Olmaz mənə o işlərə qatmayasız. Məsələ həll eləməklə aram yoxdur. Yaxşı, deyin görün məndən nə istəyirsiniz? Heç nə. Madem ki biz boşanırıq, Boşanmışıq. deyəsən çox qəti danışırsan. Hələ ki məhkəmə olmayıb. Yaxşı, qoy sən deyən olsun, heç olmasa bir dəfəlik yanımız qutarar. Özdə elə fikirləşib eləmək ki, ancaq sən ayrılmaq istəyirsən, elə mənim də ürəyimdəndir bu iş. Mən heç nə fikirləşmirəm. Fikirləşdin, fikirləşmədin, mənə dəxli yoxdur, özdə məndən belə danışma, eşitdin? Biz Leyla ilə bir-birimizi sevirik, gözləyə bilmərik. Ona görə gərək bir əncam çəkək. Açarı mənə 2 gündür vermirsən. Özün sonundan qabaq burada bir il eş işrətlə məşğul olmuşsan. Sən Anangildə də yaşaya bilərsən, amma mənim yerim yoxdur. İndi də evlənirsən. Evi dəyişməyi də gözləmirsən, özü də məndən tələb eləyirsən ki, köçün buradan, evi verim sizə. Düz başa düşmüşəm səni. Neynək, axşam gedib Anangildən aşarları götürə bilərsən. Nahaq belə darıxırsınız. Yazdırıq sizi kooperativə 1-2 ilə hazır olar, köçərsiniz. Sevgilinə deyə bilərsən ağzını yumsun. Mən niyə ağzımı yummalıyam, ay qız? Danışığına fikir ver, buna bir bax, ey! Mən harda nə danışdığımı çox yaxşı bilirəm. Görürəm. Bazar açmayın. Yaxşı, daha nə tələbiniz var? Məncə məsələni həll elədik. Belə... Bari silip süpüreydin evi. Bugün köçmüşəm bura. Qapını döyəndə açarlar. Səfeh. Az qalmışdı qapını sındırım.
Yaxşı deyiblər ki, qaraçı şal giyməklə xanım olmaz. Daha ne demek istiyorsan de. Deyərdim. Elə antik deyərdim, amma ondan həya eləyirəm. Əsəbləşmə Ramiz, hər adamın üstə qanlı qaraş. Sən mumla. Deyərdim sənə bir iki kəlmə. Yadına salardım bəzi əhvalatları, onda da forsundan belə partlamazdın. Nə ev istəyir, nə bizdən kəlmə kəsmək istəyir, özünü qoyub dağ başına. Məlaki olub mənim üçün. Tüpürüm sənə də, sənin evinə də. Ancaq bundan sonra gözümə görünmə, məni ki yaxşı tanıyırsan. Gəl görüm.